UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Azərbaycanı təmsil edən Sabah Futbol Klubunu indiyə qədərki ən ciddi sınaqlardan biri gözləyir. Rəqib Danimarka çempionu Aarhus'dur. Yəni Azərbaycan futbol sevərlərinin daha çox Aarhus adı ilə tanıdığı klub. Kağız üzərində oyunun favoriti məhz Danimarka təmsilçisidir. Bəs Aarhus həqiqətən nə qədər güclü komandadır? Onlar hansı futbol üslubuna üstünlük verirlər? Heyətlərində hansı futbolçular fərq yarada bilər? Və ən əsası, Sabah bu rəqibə qarşı hansı üstünlüklərindən istifadə edə bilər? Bu videoda Danimarka çempionunu yaxından tanıyacağıq. Klub 1880-ci ildə yaradılıb və Danimarkanın ən qədim idman cəmiyyətlərindən biri hesab olunur. Aarhus uzun illər Danimarka futbolunun aparıcı klublarından biri olub. Xüsusilə ötən əsrin ortalarında ölkənin ən güclü komandalarından biri sayılırdı. Sonrakı illərdə isə klub enişli yoxuşlu dövrlər yaşamışdır. 2025-2026-cı il mövsümü Aarhus üçün əsl dönüş nöqtəsi oldu. Komanda möhtəşəm çıxışı ilə Danimarka Superliqasının çempionu oldu və uzun fasilədən sonra yenidən Çempionlar Liqasına vəsiqə qazandı. Aarhus Danimarka futbolunun ən titullu klublarından biridir. Klub indiyədək 6 dəfə Danimarka çempionu olub, 9 dəfə isə Danimarka kubokunu qazanıb. Ev oyunlarını Aarhus stadionunda keçirir. Təxminən 20.000 tamaşaçı tutumuna malik stadion Danimarkanın ən gözəl futbol arenalarından biri hesab olunur. Azərkeşlər isə klubun ən böyük güclərindən biridir. Sabah üçün səfər oyunu məhz bu baxımdan çətin keçə bilər. Çünki Aarhus öz meydanında çox aqressiv və inamlı çıxış edən komandadır. İndi isə gəlin komandanın gücünü rəqəmlərlə qiymətləndirək. Transfermarket portalının son məlumatına əsasən Aarhusun heyətinin ümumi bazar dəyəri təxminən 34 milyon avrodur. Müqayisə üçün qeyd edək ki, Sabah Futbol Klubunun heyətinin bazar dəyəri təxminən 18-19 milyon avro civarındadır. Bu isə o deməkdir ki, Danimarka çempionunun heyəti transfer bazarında Azərbaycan təmsilçisindən 2 dəfə bahalı qiymətləndirilir. Ancaq futbol tarixində dəfələrlə sübut olunub ki, bazar dəyəri oyunun taleyini həmişə həll etmir. Aarhusun heyətində fərdi keyfiyyəti ilə seçilən bir neçə futbolçu var. İlk növbədə komandanın kapitanı Patrik Mertensen diqqət çəkir. Təcrübəli hücumçu uzun illərdir ki, Aarhusun əsas qol silahıdır. O, cərimə meydançasında düzgün mövqe seçməsi, hava toplarında üstünlüyü və bitiriciliyi ilə tanınır. Sabah müdafiəçiləri üçün ən təhlükəli futbolçulardan biri məhz Mortensendir. Orta sahədə Mats Emil Madsen komandanın oyununu idarə edən əsas fiqurlardan biridir. O, topun dövriyyəsini təmin edir, oyunun tempini tənzimləyir və həm müdafiəyə, həm də hücuma böyük dəstək verir. Sol cinahda çıxış edən Erik Kahli isə həm sürəti, həm dəqiq ötürmələri ilə seçilir. O tez-tez hücumlara qoşularaq cinahdan təhlükəli vəziyyətlər yaradır. Sağ cinah müdafiəçisi Felix komandanın vacib oyunçularındandır. O həm müdafiədə etibarlı çıxış edir, həm də sürətli reydləri ilə hücumlara qoşulur. Ümumilikdə Aarhusun heyəti ulduzlarla dolu olmasa da komanda şəklində çox nizam-intizamlı futbol oynayır və məhz bu xüsusiyyət onları təhlükəli rəqibə çevirir. Aarhus 2025-2026 mövsümündə Danimarka çempionu olduğu üçün UEFA Çempionlar Liqasına birbaşa 2-ci təsnifat mərhələsindən qoşulmuşdur. Bu mərhələdə Aarhus Polşa çempionu Lech ilə qarşılaşdı və 2 gərgin oyundan sonra 3-cü təsnifat mərhələsinə vəsiqə qazandı. İndi isə gəlin Aarhusun oyun üslubuna nəzər salaq. Bu komandanı təhlükəli edən əsas amil fərdi ulduzlar deyil, kollektiv oyundur. Aarhus topa sahib olmağı sevən komandadır. Müdafiədən hücuma çıxarkən qısa ötürmələrə üstünlük verir və topu mümkün qədər özündə saxlamağa çalışır. Baş məşqçinin oyun fəlsəfəsi nizam-intizam və yüksək temp üzərində qurulub. Komanda topu itirdiyi anda bütün futbolçular dərhal pressingə qoşulur və rəqibə rahat hücum qurmağa imkan verməməyə çalışır. Bu səbəbdən Aarhusa qarşı oynayan komandalar çox vaxt ilk ötürmələrdə çətinlik yaşayırlar.
Orxusun ən böyük üstünlüklərindən biri cinah oyunudur. Cinah müdafiəçiləri tez-tez hücumlara qoşulur, cinah yarım müdafiəçiləri isə mərkəzə daxil olaraq rəqib müdafiəsini yerindən çıxarmağa çalışırlar. Bundan başqa, komanda standart vəziyyətlərdə çox təhlükəlidir. İkinci zərbələri, cərimə zərbələri və yan outlar zamanı hündürboy futbolçular ön plana çıxır. Orxusun ən zəif cəhətlərindən biri komanda hücum edərkən müdafiə xəttinin kifayət qədər irəli çıxmasıdır. Cinah müdafiəçiləri tez-tez hücumlara qoşulduğu üçün top itirilən an arxa zonalarda müəyyən boşluqlar yarana bilir. Ancaq bunu Orxusun daimi problemi kimi qiymətləndirmək düzgün olmaz. Çünki onlar topu itirdikdən dərhal sonra ekspressing tədbir edir və həmin boşluqları bağlamağa çalışırlar. Yəni, Sabah topu qazandıqdan sonra qərar vermək üçün çox az vaxta sahib olacaq. Məncə bu oyunda 3 məqam həll edici olacaq. Birincisi top itkiləri. Əgər Sabah öz meydanında və ya orta sahədə lazımsız top itkilərinə yol versə, Orxus bunu çox sürətlə cəzalandıra bilər. İkincisi standart vəziyyətlər. Danimarka təmsilçisi hava toplarında çox güclüdür. Günc zərbələri və cərimə zərbələri zamanı diqqətsizlik qol ilə nəticələnə bilər. Sabah topu qazandıqdan sonra hücuma sürətli çıxmağı bacarsa, Orxusun irəli çıxmış müdafiə xəttinin arxasında boş sahələr tapa bilər. Kağız üzərində oyunun favoriti Orxusdur. Onlar daha yüksək səviyyəli çempionatda çıxış edir, heyətlərinin bazar dəyəri daha yüksəkdir. Amma futbol yalnız statistikadan ibarət deyil. Son illərdə Azərbaycan klubları daha güclü rəqiblərə qarşı uğurlu nəticələr əldə etməyi bacarıblar. Sabah da intizamlı müdafiə, düzgün taktika və sürətli əks hücumlarla bu cütün taleyini dəyişə bilər. Əsas məsələ ilk oyunda sərfəli nəticə əldə etmək və cavab maçına ümidləri qorumaqdır. Ümumilikdə Orxus təsadüfən Danimarka çempionu olmayıb. Bu komanda fiziki cəhətdən güclü, taktiki baxımdan nizam-intizamlı və kollektiv oyunu ön plana çıxaran bir rəqibdir. Zəif tərəfləri isə hücum zamanı müdafiə xəttinin arxasında yarana bilən boşluqlar və sürətli keçidlərə qarşı bəzən çətinlik yaşamalarıdır. Sabah bu üstünlükləri və zəif cəhətləri düzgün qiymətləndirə bilsə, Azərbaycan futbolu üçün növbəti tarixi uğur yaşana bilər. Bir sözlə, bizi iki çox maraqlı və gərgin qarşılaşma gözləyir. Videonu bəyəndinizsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Bəs sizcə, Sabah Danimarka çempionu Orxusu mübarizədən kənarlaşdıra bilərmi? Fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Növbəti videoda görüşənədək sağ olun.